Həkimlik həqiqətən çətin bir peşədir. Çox belə çətin, ağır xəstələrlə məşğul oluruq. Amma bəzən xəstələr yox da, xəstə yaxınlarının reaksiyası bizdə daha fərqli bir emosiya yaradır. Keçən həftə bir xəstə müayinə edirəm. Gün sonudur. Yəqin ki, bir 40-ın üzərində xəstə görmüşəm və kifayət qədər yorğunam. Gələn xəstəyə dair diqqətimi toplamaq üçün danışarkən məndən asılı olmayaraq qələmin arxa hissəsini masaya vururam. Bu mənim beynimi aktiv saxlamaq üçün həmin an istifadə elədiyim bir üsul idi və xəstəyə yaxınına, daha doğrusu xəstəliyini izah edirəm, müalicənin gedişatı necə olacaq, ağır bir xəstədə çatışmayan müayinələri var, bunları izah edirəm və sonra həmin şəxsə dönüb sual verdim ki, fikrimi izah edə bildimmi, dediklərimi anladınızmı? Adamın mənə cavabı çox qəribə oldu. Dedi, doktor, anlamağıma nə gərək var ki, sən nə toy çalırsan, mən də onu oynayacağam. Yəni, bu reaksiyanı heç gözləmirdim. Yəni, bu mənim üçün həm çox üzüldüm, yəni o şəxsin həmin o ani bir, yəni biz də insanlıqda, biz də yorula bilərik. Bizim də diqqət toplamağa, qayğıya, başqa bir şeylərə ehtiyacımız olur və həmin o cümləyə bilmədim, həmin an çox üzüldüm. Sonra da düşünərkən çox güldüm ki, yəni biz dediyimiz hər sözü, hər hərəkəti milyon dəfə ölçüb biçməliyik. Çünki qarşımızdakı insanın bizi necə anlayacağını öncədən təxmin eləmək mümkün deyil.